övladıdır. Demek şehitler bizim hamımızın övladımızdır deyin. Onun bütün şehitlerin simasında nuru görürüz. Onların yerleri cennetliktir. Mekanı cennetli olsun. Bakı Slavyan Üniversitesi'nin bir parçasıdır. Bakı Slavyan Üniversitesi'nin her gün bütün tələbələrimiz onun şəklinin önünden gedəndə Allah rəhmət eləsin diyor. Bizim hamımız dünyanın köçüb gedəcəyik. Ancaq şəhidlər elə bir məqamdadır ki, əbədi yaşardır. Üniversitetimiz rəhbəri hörmətli Anar müəllim şəxsən özü sizə başsağlığı verir. Deyir ki, şəhidimizin məkanı cənnət olsun. O bizim üçün əzizdir. Bütün kollektivimiz üçün əzizdir. Biz Elnur qardaşımızın, balamızın hər il anım tədbirini keçiririk. Hər il onun doğum gününü keçiririk. Bugün de gelmişik buraya yine qaydacağıq. Orada da tədbirimiz olacaq. Məkanı cənnət olsun. O tek sizin övladınız değil. Bütün Azərbaycanın övladıdır. Şəhidlərin kardeşimiz dediği kimi Azərbaycan üçün, elimiz, obamız, millətimiz üçün hakkı böyükdür. Onu ne kadar dediysek sözlə qutaran değil. Məkanı cənnət olsun. Allah Azərbaycanımızı korusun. Allah millətimizi korusun. Ordumuzu korusun. Anamız bizim baş tacımızdır. Şükür ki varsız belə bir övlad dünyaya gətirmişsiniz. Məkanı cənnət olsun. Deyiləsi sözlər çoxdur. Ancaq bunların əvəzi yoxdur. Məkanları cənnət olsun. Allah sizlerden razı olsun.